bir xanım qırmızı rəngdə bir BMW arzulayır və ona özünü təlqin eləyir ki, gözlərində yumor canlandırır. Mənim qırmızı rəngdə BMW-m var və bunu təlqin edir özünə, təkrarlayır. Sonra çıxır evdən, gedir qatara əyləşir, metroya gedir. Və onun içindən bir səs canlanacaq. Onun bir tərəfi deyəcək ki, nə oldu? Bəs sənin qırmızı rəngdə BMW-n var idi. Sən indi metroda gedirsən və yaxud da ki, marşrutda gedirsən. Yəni biz bunu doğru etmədiyimizdə, yəni özümüzə bunu doğru bir şəkildə etsək, bunu bəlkə də bilinçaltımıza keçirərik. Amma biz bunu məndə varmış kimi desək, təlqin etsək özümüzə, bir tərəfimiz deyəcək, səndə yoxdur bu. Bunu inkar edəcək. Burada bir müqavimət yaranacaq. Anlata bildimmi? Biz məsələ nədir? İnsanın şuurlu zehni ilə şuuraltı zehni arasında bir kritikal faktor denilən bir bölüm var. Gözlə görünməyən şəffaf bir şey düşünün. Bunu hipnoterapistlər daha çox bilirlər. Mən şuurlu şəkildə bir şey özümə təlqin edirəm. Misal üçün, mən zənginəm. O dərhal kritikal faktor baxır ki, şuur altına. Orada nə inanc var? Mən zənginəm inancı var, yoxsa yox? Baxır, görür ki, yox. Burada yoxsulluq inancı var. Deməli, mən zənginəm təlqinin nə olur? O manifest üçün, o olumlama təlqinin, o söz inkar edilir, qəbul edilmir.